Düşen pullar efirdedir. Ve karşınızdan ben Şehriyar Abilov. Əziz xanımlar və cənablar, düşən pullar yenidən efirdədir. Bilirəm, səbirsizliklə bugünü gözləyirdiniz. Azərbaycanın ən intellektual və ən böyük intellektual şousunda sizi xoş gördük. Bugün də 100.000 manat uğrunda mübarizə gedəcək. Suallarımız çox asandır. 100.000 manatı qazanmaq üçün çox böyük bir şey lazım deyil. Orta məktəbdə oxuduqlarınız yadınızda qalıbsa, bu bizə kifayətdir. Şans da öz yerində olacaq. İnanıram ki 100.000 manat uğrunda yaxşı mübarizə aparacaqsınız. 8 suala doğru cavab verib 8 mərhələni keçəcəksiniz. Bax, bizim gələn qonaqlarımız da bunu deyirlər. Pul bizimdir. Gəlin qazanın, biz nə deyirik? Qarşılayaq Tural və Safiya. Hoş gəlmişsiniz. Hoş gördük. Necəsiz Tural? Yaxşıyam, amma biraz həyəcanlıyam. Niyə həyəcanlı? 100.000 manatı görmüşsünüz ona görə. Təbii ki də, təbii ki. Safiyə xanım, siz? Əlayam. Əlasız. 100.000 manatı görsəm mən də əla olaram. Hətta bilsəm ki, birazdan mən bu pulu qazana bilərəm, daha da əla olaram. Görək. Ekran qarşısına əyləşib baxmaq daha həyəcan vericidir, yoxsa kamera qarşısında olub o həyəcanı canlı hiss eləmək? Mən demək olar bütün verilişlərə baxmışam. Məsələn, görürəm ki, iştirakçılar bəzən çox elementar suallarda ilişirlər. İndi başa düşürəm ki, o biraz həyəcandan irəli gələn bir Birazdan şey. daha yaxşı başa düşəcəksiniz. Elə hiss edirəm. İndi başa düşürəm. Əgər hazırıqsa, Aha. oyunumuzun qaydaları haqqında sizə məlumat verim. Hazırıq. Oyunumuz 8 mərhələdən ibarətdir. Birinci, mövzular təklif olunur. Sonra cavablar təqdim olunur. Sonra isə sual səslənir. Birinci 4 mərhələ 4 cavab versiyasından ibarətdir. İkinci 3 mərhələ 3 cavab versiyasından ibarətdir. Sonuncu 8-ci mərhələ cəmsi 2 cavab lüku çalışır və 2 cavab versiyasından ibarət olacaq. Sizə 60 saniyə vaxt verəcəm. 60 saniyə ərzində pulları doğru bildiyiniz cavab lükunun üzərinə qoyacaqsınız. Əgər birdən dəqiq bilməsəniz, onda bir neçə cavab lüku üzərində pulları bölüşdürün. Bunu sizə məsləhət görürəm ki, o halda şansınız çoxalır. 60 saniyə bitirsi dəvət edirik cavab lükularının qarşısına. O həyəcandan var, orada sizə deyəcəm. Necə hiss edirsiniz özünüzü? Bax, o anda siz baxırsınız ki, cavab lükuları açılacaq, pullar düşəcək, yoxsa pullar qalıb növbəti mərhələyə keçəcəksiniz. Düşsə, biz sizinlə sağollaşırıq. İstəmirik sağollaşırıq. İstəyirik bir mərhələ, bəlli mərhələ gedərsə, ən azından az, ən çoxundan 100.000 manat aparasınız. Bizim istədiyimiz budur. O sizin həm şansınıza, həm də biliyinizə bağlıdır. Bir də 60 saniyə bitəndən sonra əlinizdə pul qalarsa, yerə düşərsə, vaxt bitəndən sonra çatdırmazsınız, saniyə bitəndən sonra qoyarsınız, o pullar artıq itirilmiş məbləğ sayılacaq. Mən sizdən o pulları götürəcəm və o pulları sizə verməyəcəm. Onlar artıq oyunda istifadə olunmayacaq. Qalan pullar sözsüz ki, oyunda istifadə olunacaq. Belə şeyləri diqqətli olaq ki, 100.000 manat bizimlə olsun və sonuna qədər gedək. Sizə uğurlar arzulayıram. Hazırsınız? Bəli. Hazıram. Biz başladıq. Ümid edirəm dost kimi qala biləcəyik. Diqqət, birinci mərhələnin mövzuları. Zirvələr tip. Əslində bir hiking-çi olaraq zirvələr də seçə bilərəm. Aha. Amma tip daha uyğundur. Aha, yox, qızı kömək eləmək lazım. Tip, tamam. Sən deyən Tip. olsun. Tip olsun. Təsdiqləndi. Diqqət, cavablar. A. Hippokrat. Tural, tanış gəlirsə yəqin. Tanış gəlir. B variantı Demosfen. C variantı Herodot. Və nəhayət D variantı hamımızın gözəl tanıdığı Aristotel. Diqqət, sual. O təbabətin atası kimi tanınır və hər bir həkim ona sadiq olacağına and içir. Söhbət kimdən gedir? Vaxt getdi. Bilirsən?
Qıza Yaxşı, kömək sən- elə, qıza kömək elə. Yo, bir hiss elədim, tapıb cavabı. Yaxşı, gəl sənə kömək edeyim biraz. Vaxtımız var, vaxtımız var. Əgər dəqiq bilmirsə, pulları bir neçə cavab bloku üzərində bölüşdürün. Məsləhət görürəm. Sözün düzü tip deyəndə biraz həyəcanlanmışdım, amma Hə, mən də dedim yəqin başqa sual. çıxar. məsuliyyəti Çətin. üzərimdən atmaq istəyirdim Sofiyanın üstünə. Çox Hə, çox. vaxtı var, vaxtı var. Tələsmə, biraz toxunaq, tələsməyə Kimə çox da ehtiyac yox. təbabətin atası deyilir? Cavabına siz fikirləşirsiniz ki, bu Hipokratdır. Hipokrata artıq yavaş-yavaş 100.000 manat, 100.000 manat, birbaşa 100.000 manatı Aha, düşməz. Düşünürəm ki, düşməz. Hər ehtimala deyirəm. əgər ora deyib yerə düşsə, bağışlayın, 2500 gələcək işinə. Dostlar, izləyicilərimiz istəyirlər ki, siz qazanasınız bu günləri. Mən sizə 30 saniyə vaxt təklif edirəm ki, birdən dəqiq bilmirsinizsə də, ola bilər. Onda 30 saniyəni götürüb, pulu bir neçə cavab bloku üzərinə qoyub bölüşdürə bilərsiniz. Və yaxud da 30 saniyəni növbəti mərhələlərə saxlaya bilər. 6-cı mərhələyə qədər mən sizə onu təklif eləyəcəm. Mən düşünürəm ki, 30 saniyəmizi saxlayaq. İmtina edildi. Qorxdum dedim elə bildim. Yaxınlaşın pullarınıza. Pullarımıza söz o qədər gözəl səslənir ki. Bəli, o sizin pullarınızı qoruyub saxlamalısınız axırıncı mərhələyə qədər. Düşməz. Bəli, ora açılır, düşür aşağı. Safiyə xanım, doğru cavab vermisiniz. Bəli. Niyə bu qədər əminsiniz? Çünki çox asan. Bu verilişdə əminlik təhlükəli bir işdir. Bütün Niyə bu məsuliyyət sualdan Sofiyanın əminəm? üzərindədir. Niyə də? Niyə Safiyə? Bütün məsuliyyət onun üzərindədir. Mövzunu da o seçib, cavabı da o tapıb. Ona görə rahatam. Rahat ol. Aristotel bilirik. Deməsən, Herodot. Herodot, səhv eləmirəmsə, o filosof olub, Yunan filosofu, səhv eləmirəmsə. Bəs Demosfen? Deməsən? Deməsən, belə eşitmişəm yəni, amma hansı sahədə olduğunu, bax, onu yadıma salmıram. Amma Herodotun mən bilən, Yəni hamısı Yunan adlarına oxşayır, demək istəyirsiniz. Anlayıram. Amma məncə düzgün variant elə birinci. Hipokratı düşünürsünüz. mənə gəlir ki, bütün tibbi şeyləri mütləq Bəli. Hipokrat andı içməlidir. Yəni həkimlər belə deyir ki, Hipokrat andı içmişəm. Düşünürəm ki, indi qalib gəlsək, ola bilər verilişin sonunda biz də bir Hipokrat andı. Hipokrat andı üçün düşən pullar andı üçün bəs. Yaxşı. Bəli, Bura qədər gəlmiş. fəlsəfəçilər getdilər, sözü saxladılar Demosfenə, bir də Hipokrata. Görək doğru cavab hansıdır? Bura qədər gəlmişik. Açılsın. Evrəndən enerji, Yəni enerji götürürsən. Məncə enerjini saxla. Bu mərhələyə o bir məncə mərhələdə də hə. Bu lazım mərhələ olacaq. o mərhələ deyil. Bu mərhələ Bravo demək o mərhələ deyil hələ. Musiqi də çox, Həyəcanlısan? hə, musiqi də çox həyəcanlıdır. Əslində elə bil. həyəcanlı sual deyil. Amma abu-hava, məndə panik atak var, bir də görürsüz. Narahat olmayın, mən buradayım. Yaxşı, tamam. Musiqinin o pikə doğru getdiyini hiss edirəm. Bəli, Hipokrat 100.000 manatla biz ikinci mərhələyə keçirik. Yığar. Pulu yığa bilərik. Pullar sizindir, qoyun ora. Öz pulun kimi, öz pulun kimi. Yığın yanınıza. Tural Bey, pulların artıq davranmağı bacarmaq lazımdır. Onlarla söhbət eləyin. Bəli, çox önəmli bir məsələ var. Deyir, pul qazanmaq asandır, pulu idarə eləmək daha çətindir. Həyatda həmişə elə olub bu. Bəzən Bizim pul qazanmaq elə də məqsədlərimiz asan var, da olmur, bunlar amma da var. asan da əldə eləsən belə, onu Amma bu idarə dəfə etmək düşünürəm ki, biz çətindir. pulu qazanaq, Yəni, bu böyük bir sərmayədir ki, siz bu sərmayə ilə həyatınızı dəyişə bilərsiniz. Ya da ki, xərcləyib bir anlıq Səyahət. həzz alıb, Səyahət. yəni bu Səyahət. pula bir hissəsinə də səyahət eləyə bilərsiniz rahat. Bir dənə də sosial bir proyekt açın, büdcə Eynən, qoyun ora. Bəlkə o da dama-dama bir böyük bir... Gəl olar. Nəysə, startapdan danışmayaq.
Mənə çox maraqlıdır ki, Turay bəy nə işlə məşğul olur? Mən həm təşkilatçıyam, həm də aktyor kimi fəaliyyət göstərirəm. Təşkilatçı kimi daha çox biznes tədbirlərinin təşkili Türk dünyası arasında. Yəni mükafatlandırma gecələri yoxsa? Mükafatlandırma gecələri, networking, biznes əlaqələri Şirkətlərin bir-birlə tanış olması səbəbkarı. Əvvəl yerli şirkətlərin, amma artıq belə deyim də çox sevinərək bunu deyirəm ki, artıq Türk dünyası arasında bir iş adamlarının bir ortaq bir yerə gətirməyə çalışırıq. Görüş mərkəzi harda olur? Görüş mərkəzi Yəni Azərbaycanda da, eyni zamanda Daşkənddə, İstanbulda hər dəfə çalışırıq ki, bir şəhərə salaq bunu və bu bizim yeni bu Turan ideologiyası var. Düşünürəm ki, biz artıq Turan bildiyim bir iş adamları birləşəcək, daha gözəl. Yəni tam şəkildə qızıl almaya doğru edirsiniz. İnşallah. Uğurlu olsun. Çox sağ olun. Safiyə xanım, siz nə ilə məşğulsuz? Mən sosial media meneceriyəm. Sosial media meneceri. Buna bu günləri bloger də deyilir. Elə demək olar. Həm də travel blogeram. Travel blogersiniz. Rəqs müəlliməsiyəm. Rəqs müəlliməsiniz. Nə gözəl. Reels makeram. Bəzi tanınmış brendlərlə işləyirəm. Çox gözəl. Biz ikinci mərhələdəyik. Birinci mərhələni keçdik. Təbrik edirəm sizi. Çox sağ Siz olun. finala yaxınlaşdınız. Özü əməlli başdı. Bəli. İkinci mərhələnin mövzuları gəlsin. Tərcümə, elm. Məncə tərcümə olsun. Yəni tərcümə deyəndə hansısa bir sözün hansısa bir dilə tərcüməsin kimi Yox, məncə, düşünürəm. amma nəysə. Olsun da. Elm istəyirsən, elm olsun. Tərcümə olsun, sonra mənim üstümə atacaqsan. Yaxşı, Tərcümə təsdiqləndi. Diqqət cavablar. A variantı. Hieroglif. B variantı. Antiteza. C variantı əlifba və nəhayət D variantı cədvəl. Diqqət, sual. Bu sözlərdən hansı Yunanca müqəddəs işarə deməkdir? Diqqət, vaxt getdi. Əlifba. Hieroqlifdə əslində yazılardı, yəni hieroqliflər. Məncə əlifba da ola bilər. Bu cədvəllə, yəni sizdən bilmirəm, amma məncə bölüşdürək də hieroqliflə əlifba arasında. Bölüşdürün. Məsləhət görəm ki, Çünki başqa çarə yoxdur. Ki, növbəti mərhələyə keçəsiniz. Ən çox hansı? Hələ ki bölüşdür baxarıq, vaxtımızda var onsuz da. Yəni hieroqliflər yazılardı, əlifba da ki müqəddəs işarə. Əlifba Məncə da. əlifbada. Qoy. 15 saniyəniz qaldı. Məncə ora qoy, biraz hieroqlifə də qoy. Ora çox qoysan. Qoy. Hayda. Pulun ikisi düşdü. Hər ehtimala. Əslində bunu. Siz Ora 5000 manatı yerə atmışsınız orada. Nə gözəl. Mən onu götürəcəm. Sən. Çox çətin sualdır. Çətin Çünki deyil, hieroqraf- əlifbadır. Burada Oradan hardansa 5000 manat pul qalıb. O necə düşdü ora? mən Yəqin ki, qoyanda, təcili qoyanda fikir verməmisiniz, buradan aşıblar ora. sən düşünürsən Əfsuslar olsun əlifbadır. ki, sizin cəmi məbləğinizdən, yəni 100 min manatınızdan 95 bin manat isə qalıb, 5 bin manat Bəs biz isə... 30 saniyə götürsək, onu götürüb təzədən... Yox, elə şey Aa, yoxdur, artıq vaxt tamamdır. Hə, tamam. 30 saniyəni mən indi sizə təklif edirəm ki, 30 saniyəni götürüb, əgər nəsə çaşbaşlığı varsa, əgər nəsə yanlış bir yerə qoymusunuzsa, fikirləriniz qərarlı deyilsinizsə, 30 saniyyə götürüb pulları başqa bir cavab lükuna yerləşdirəsiniz. Əgər yox, onda imtina edin növbəti mərhələlərdə 30 saniyəni istifadə edərsiniz. Məncə. Mən düşünürəm ki, yəni biz onsuz da əvvəl-axır 100 min manatı yəni burada qazana bilməməyə şansımız var, amma nikahlı pulu bölüşdürmüşük. 30 saniyədə elə bir lazım ola bilər ki, onu deyirəm ki, saxlayaq yəni. Mən düşünürəm ki, saxlayaq. Çünki mən hieroqliflə əlifba arasında qalmışam. Onu yəni heç nə olmaz. Hər ehtimala qoymuşam onu. Amma O ehtimalı Tural Hə. bəy düz eləyir. Bunu B variantının amma olduğunu düşünmürəm. B variantının olduğunu düşünmürəm. Məncə belə qalsın, Qalsın. qoxlayaq. Çünki hieroqlifdə, yəni bu işarədir, yəni. 30 saniyədən imtina əlifbada. edirsiniz. Bəli. Edirik. Hə. İmtina edildi. Yaxınlaşın pullarınıza. Ürəyiniz hara istəyir ora. Harda Sən pul var əlifbanın ora. yanında dayan. Mən əlifbada da. Mən də bu pulu sizdən uzatdım.
Hara qoyacaqsınız təxmini? Mən yanımda Aha, daşıyacağam. tamam. Bu heç yerə getmir. $45.000, 47.500. 2500 də orada. Səncə hansı cavabdır? İndi təsəvvür et ki, gəlir B Antiteza variantı çıxır. Nə bilim, onda mən gərək... Məncə əlifbadır. Yəni, hər iki variantda yanılmasaq, yəni iki halda heç bir problem yoxdur, yəni. Əslində. Danışmaq həyəcanı azaldır, bilirsən də, Sof? Danışmaq. Bilirəm. Bu antiteza. Ya o sözü Antiteza. Antiteza. Yəni o sözü eşitmişəm, amma Xatırlamıram. yəni heç xatırlamıram. Heroqlif əgər Yunan yox, məsələn, düşsək ki, bu Misir heroqlifləridir. Bu sözlərdən hansı Yunanca müqəddəs işarə deməkdir? Əlifba. Yəni çox yaxındır da. Məsələn, əlifba yəni mənə görə çox yaxındır. Amma bir sözün Antiteza özünə, məsəl üçün yəni heç eşitmədiyim bir şeydir. Yəni düşünürəm ki, bu sual bizim ən azından biraz yad bir sözdür, razıyam. Cədvəl də- Əlifba heç Cədvəl də də. uyğun deyil. cədvəl də hər ehtimal, yəni onu sadəcə olaraq ehtimal kimi Məsəl dəyərləndirərək. üçün əlifbanın mənasını bilirsiniz? Əlifba Yunan mənşəli. bilirik nədən gedir şu əlifba yazıların nədir? sıralı düzülüşü deməkdir, səhv eləmirəmsə. Hərflərin düzülüşüdür, sıralı düzülüşüdür. Nəsə belə bir olmalıdır əlifba. Ayda. 47.500 manat əlifba ilə bir yerdə getdi. Sən keç indi cədvəlin yanına. Cədvəl sözündə 2500 manat var Səviyyə xanım. Bu arada sizin vaxtında çatdırıb götürə bilmədiğiniz pullar da O da getdi. aşağı düşür. Elə baxa bilərəm elə bir. Ehtiyatlı olun, yıxılarsınız. Elə Siz masada. pulların yanında dayanın. Yaxşı. Bitirdiklərimizin yox, yanımızda. Heroqlif. Bütün əlifba idi o da getdi. Antiteza və cədvəl. Çox həyəcanlı bir ana gəldik, çatdıq. Yəni əlifbanı indi itirəcəyimi düşünmürdüm. Heç olmasa başqa nəsə açılacaqdı, sonra əlifba yəni o deyil açılmayacaqdı. Ən maraqlısı bilirsən nə olacaq? Alisiz açılacaq və ora cədvəllə heroqlif qalacaq. Tamaşaçılarda da həyəcan var. Tamaşaçılarımız artıq öyrəşiblər. Sən o tərəfə baxma çox. Burada əsl xəyal qırıqlığı yaşadım. Sof, sən o 47.500-ə nələr, hansı ölkələri gəzə Bir şey bilərdin? planlayırdım beynimdə. Hansı ölkələri gəzə bilərdin? Heyif. Onu onsuz da gözdən çıxartdığım bir məbləğ Səviyyə idi. xanım, məsləhətlisi keçin bu tərəfə. Mən ən yaxşısı olarım. Gəl bura, sən mən yenə qulaq as, gəl bura. Onu onsuz da gözdən çıxartdığım bir variant idi. Yəni fikirləşdim ki, ən azından pulu Yaxşı ki, bu variant tərəf arasında- açıldı, o tərəf yox. Heroqlif, antiteza. Heroqlif. Mən böyük arzularımdan biri Misirdə olmaq idi. Mən getdim ehramlarda heroqlifləri falan gördüm. Uşaqlıq Bu arzum da ola idi. bilər. İndi Sofiya indi qənaətə gəlir ki, bu da ola bilərmiş, bu da ola bilərmiş. Əlifba, nə bilim, əlifba biraz yəni bizə əlifba sözü bizə əgər düşünsək ki, ərəb mənşəli sözdür bizə gəlib və qədim Yunancadan da əgər müqəddəs işarə sözüdürsə bu, amma heroqlifdə o yazılar mən daha çox nə bilim biraz Açılma. əgər orada Misircə olsaydı bundan əmin idim. İstifadə edə bilərəm. Məncə hələ də gözlə. Enerjini gözlə. Gözlə, enerjini gözlə. Bəli, siz heroqlif cavabını doğru tapdınız 45.000 manatla. Üçüncü mərhələyə keçəcək, amma bir söz deyim. Antiteza tərəf-tərəfə gəl, qarşı-qarşıya qoymaq deməkdir mənası. Aha. Əsas odur ki, biz üçüncü tura keçirik. Bunları yığın bura. Pullarımız Antiteza azaldı. qarşı-qarşıya gəlməkdir. Bax, bir sən Əslində Yunan sözlərinin çoxsunu bu günümüzdə istifadə edirik. Heroqlifdə, yəni Bilirsən. sözünün mənasını bildiyinədir. Əslində hər bir hansı anlamadığımız yazı ya da fiqurlar heroqlif gedir. Hamısı heroqlif deyilir. Nə qəşəng yığmışsınız bunları. Bunu bir niyə belə elədim? Çünki bayaq oradakı 5000 manat itirdim.
üst-üstə idi. Düşünürəm ki, indi hansı varianta daha yaxın olacaqsa Sizə deyim ki, birinci dəfə də belə səliqə ilə cüt-cüt yığılır. Yəni düşünürəm ki, buradan götürəcəm, bura, onu ora, buradan ora daşımayacağam. Onda bunu götürür, o tərəf eləyir. Yox, onu yox. Birini aparmısınız, Yox. xahiş edirəm. Ona dəyməyək, xahiş edirəm. Dostlar, biz 3-cü mərhələdəyik. 3-cü mərhələ artıq finala daha yaxınlaşmaq deməkdir. Bizim 5 mərhələmiz qalıb qarşıda. 3-cü mərhələ də 4 cavab versiyasından ibarətdir. Bir cavab lüku boş qalır. Birbaşa keçək mövzulara. Diqqət mövzular. Muzeylər, canlılar Canlılar aləmi. aləmi. Canlılar aləmi. Canlılar aləmi təsdiqləndi. Diqqət, cavablar. A variantı at düşdü. Görmüşəm, görmüşəm. B variantı kərgədan. Bunu da Qismət tanıyırım. olmayıb. C variantı it və nəhayət D variantı fil. Diqqət sual. Bu canlılardan biri tələf olduğunda digərlər onu torpağa bastırır və bir neçə gün həmin ərazini tərk etmirlər. Söhbət hansı canlıdan gedir? Vaxt getdi. Çox maraqlı bir sualdır. Fillə kərgədanın arasında qalmışam. İt amma deyil, it mən də saxlamışam, it də it deyil. Bu zürafədə olduğunu bilirdim, zürafələr də Fil. bir-birinə kömək eləyirlər. Amma məncə fildir. Dostlar, vaxt gedir. Filə Əgər üstünlük dəqiq verək. bilmirsinizsə, məsləhət görəm ki, Filə. bir neçə Amma cavab kərgədana da hər ehtimal kərgədana eləyək. Hər yığılan ehtimalla. Nə olar, bu dəfə xahiş edirəm, bir dəfə mənə qulaq asmısan. Bax, sənə dediyin yerə üstünlük verirəm. Tamam. Bir Yaxşı, burada qoyaq. Tamam, onu da qoy. Bunların da hərəsinin birinə imkan var, yoxsa birinə? Bir cavab lüku boş qalmalıdır. Yox, məncə heç bir at, Gəl, bunu da at qoy elə bir filə. şey eləmir. İt də eləmir. Yox, mən bilirsən nəyin tərəfdarıyam? Hər dəfə ən azından bir gözdən çıxardacağımız məbləği 3 variantda üstünlük əldə etməyin tərəfdarıyam. Mən Kaş itdə hamısı kimi görməmişəm. fikirləşəydi. Yəni ən azından məntiqi cəhətdən it saxlamışam, belə hadisə görməmişəm. Gəl ata. Mənə qulaq as, heç nə olmaz. Hər dəfə bir məbləği gözdən çıxardıram. 2 1 0. Dostlar, 30 saniyə təklifini qəbul edirsiniz, yoxsa yox? Məncə yox. İmtina olundu. Yaxınlaşın pullarınızla. Mən filin yanında qalım. Hə. Mən də üstünlük fildə ola bilər. Oxumuşam bu barədə. Oxumusan? Hə. Bəs bunu mənə indi niyə deyirsən? Bunu pulu bölüşdürəndə mənə deyərdin. Yavaş danışdığını öyrəşinməmişsin onu. Hə. Sən bunu mənə pul Sabiha xanım, bölüşdürməmişdən əvvəldən desəydi, bəlkə də sizin fikrinizə qulaq asardı, amma Siz nə oxumusunuz ki, bizə maraqlıdır? Oxuduğum odur ki, tam xatırlamıram. Bu kərgədanla filin də arasında qala bilərəm. Oxuduğum odur ki, bu heyvanlar, ağır çəkili heyvanlar heyvanı öldürür, onun yanında qalır və bir neçə müddətdən sonra gedirlər. Öldürür. Ölən heyvanı bastırırlar, onun yanında qalırlar, bir neçə gündən sonra gedirlər. Məsələn, mən it saxlamışam deyə uşaq vaxtı bilirəm ki, itlərdə belə bir şey olduğunu görmürəm. Yəni heç gözüm pişiyim var indi, pişiklərdə də görməmişəm. Amma zürafələrdə bilirdim ki, təxminən zürafələr ölmələrinə az qalmış hissə ilə gedirlər bir çuxur qazırlar və o çuxurun içinə girib ölmələrini gözləyirlər. Və digər heyvanlar desən onun ətrafında olurlar. Belə bir şey Və yəni yadıma gəlir. İndoneziyada bunun haqqında eşitmişdim. Bax onu mənə pulu bölüşdürəndə desəydin, biz bütün məbləği ora əlavə eləyər. Amma yenə də 27500 manat böyük üstünlüyü ora vermişik. Bölmək olmaz əslində. Təbii ki. Təsəvvürsən gəl it çıxır da. Səfiyyə xanım da dəqiq bilmir hansı heyvandan söhbət gedir, amma bilir ki, elə bir... Kərgədanla filin arasında qalmışam. Yəni kərgədanlar səhv eləmirəmsə hal-hazırda Kərgədanlar nəsli da kəsilmək üzrədirmi, yoxsa kərgədanla bağlı yəni atla it arasında biz hər gün məsəl üçün bizim coğrafiyada atla itə mən özüm kətdə böyümüşəm. İtdə at Onlar görmüşəm, tanıdığımız onlarda belə bir heyvanlardır. hadisəyə rast gəlməmişəm. Amma kərgədanla fil bizim Və eşitmişəm bunu hardansa. eşitmisən. Xatırlamıram hansı heyvandır dəqiq. İnan ki, Ağır çəkili heyvan. İnan ki, olduğunu qalib bilirəm. gəlsən hər şey yadına düşəcək. Mən əminəm, həyəcandan hər şey yadına düşəcək. Amma pulu bölüşdürmək siyasəti məncə hər dəfə belə davam eləməliyik. Doğrudan. Mənim özümə də maraqlıdır. Hə. Son ümidim sənədir. At qaldı, it qaldı, fil qaldı. Biz uşaq vaxtı həmişə baxdığımız bir Hind film var idi. Fillər mənim dostumdur. Orada bütün heyvanlar fili dəfn etməyə gedirdi, amma yanında qalırlar, qalmırlar. Qalırdılar. Hə, o mənim yadımdan çıxıb. Mən bu haqqda eşitmişəm hansı ölkədə. Sofya, inan ki, sənə güvənirəm. Getdiyim ölkədə tropik ölkə olduğu üçün Şri Lanka, Bali. Bunlarda da ancaq fildir. Gözləyək.
Ayda at. Yəni at olsa mən heç gözləmədiyim sadəcə bir yaxşı ki, variantdır, amma- amma sadəcə bəs bundan sonra at çıxarsa biz bu 2500 manatın paçkasını açıb hər dəfə ora bura biraz Yox, artıq Onu eləyə bilmirik. bağlamanı açmaq olmaz. Yalnız bir yerə qoyacaqsınız. Bir manat, Şansınız bir manat. azalır. hə artıq şanssızlıq deməkdir. Gözləyək. Açılma. İt, at, fil. Ayda. Bəli. Növbəti boş qutu açıldı. Ən əmin olduğum 15.000 variant. getdi, birində boş. Amma 2500 at cavabı və fil cavabında isə 27.500 manat pulumuz qalıb. Görək Tural müəllim doğru tapıb, yoxsa Yəni itdən o qədər əmin idim ki, o deyil. Kərgədanın məlumatım olmadığına görə düşündüm. Amma atda yəni ən azından yenə Filə deyirəm. aidəsində film var Ya da. biz Fillər çox bax vəfalı heyvanlar. yəni Azərbaycan coğrafiyasında biz fil görməmişik deyə məsələn. At bizim gündəlik həyat tərzimizdə olub. Yəni belə bir Gündəlik həyatımızda atla da bağlı elə bir şey hadisə olmur. olsaydı, böyüklərimiz bunu mənə elə gəlir ki, mütləq dərəcədə Amma danışardılar. filmləri çəkilib. Yəni mən tərəkəmiyəm, biz qara papaq türküyük. Yəni bizdə ən azından at, maldarlıq, yəni köçəri tayfa olduğumuza görə belə bir məlumat bizdə həmişə olardı deyə düşünürəm. Amma at çıxsa, Bəli, bu fillərdir. Hindistanda Dekan dağına ölümünə çox az qalmış ora gedirlər və onları müşahidə edən bir fil sürüsü olur. Onlar orada dünyasını dəyişən üstün bağlayırlar, bir müddət onunla ya saxlayırlar, sonra oradan tərk edirlər. Bunlar hamısı bir qırağa, bunları bilmək yaxşıdır. Əsas bilirsiniz nədir? Əsas odur ki, 27.500 manatla biz 4-cü mərhələyə keçirik. Diqqət, 4-cü mərhələnin mövzusu. Bəstəkarlar, cizgi filmləri. Cizgi filmləri. hə, uşaq vaxt çox izləmişəm cizgi Mən filmlərini. indi də izləyirəm. İndi də izləyirsən. Cizgi filmləri məncə. Çizgi filmləri. Təsdiqləndi. Diqqət, cavablar. A variantı 19 metrdən az. B variantı 21 metrdən çox. C variantı 10 metr və nəhayət D variantı 15 metr. Cizgi filmi. Cizgi filmidir. Diqqət, sual. Məşhur cizgi filmi Rapunzel'dəki əsas qəhrəmanın saçının uzunluğu nə qədərdir? Bax, indi sözün əsl mənasında vaxt getdi. Baxmısan buna? Baxmışam, amma saçın uzunluğum hərdən Mən məntiqi deyirəm. Əgər bir cizgi film uşaqlar üçün nəzərdə tutulubsa, orada metrdən çox, metrdən az olma ehtimalı Məncə- deyil. Uşaqların yadında qalsın deyə məncə bu konkret rəqəm olmalı idi deyə düşünürəm. Ona görə 10 metr deyirəm, 15 metr deyirəm və bu ikisindən biri də ola bilər. Yəni bilirsən niyə deyirəm? Mən uşağam, mənə informasiya 19 metrdən çox, 21 metrdən az yox. Mənə lazımdır ki, konkret mənim uşaq olaraq beynimdə Onlar 10 və 15 məndə metr. danış. Tamam, deyil. 30 saniyə mən danışdım, 30 saniyə sən. Bax, ümumiyyətlə cizgi filmlərində deyirlər ki, ən uzun saç kimindir? Ən uzun saç. Deməli ki, 21 metrədən Məsəl üçün bir mahnı var. Ay uzun saç, qara göz. Tamam. 21 metrdən 21 çox. metrədən daha çox ola bilər. Birində Gəl. at bura. Yox, ora at qoya bilmirik də artıq. Qoya bilmirik. Məncə qəşəngdir. Əsas pulları bölüşdürmə texnikam çox yaxşıdır deyə düşünürəm. Cavabı Artıq bilməsəm də. səsinizdə dəyişilmə var. Xəstəydim, açıldı burada yəni. Pullar itdikcə səsim açıldı. Nə düşünürsüz? Doğru cavab hardadır? Yenə deyirəm, yəni cizgi film uşaqlar üçün nəzərdə tutulubsa əgər, orada konkret rəqəm olmalıdır, uşaqların yadında qalsın. Yəni ya deyə. 10 metrdir ya 15 Mənə elə gəlir. Amma orada Amma, bildirmir axı saçın uzunluğu. Əgər çox uzun bir Cizgi saç olacaqsa, Sof xanım deyir ki, 21 metrdən çox da ola bilər. Çünki Rapunzel deyir.
Bax, orada Rapunzel deyir. Rapunzelin də saçı çox uzundur, uzun-uzuna gedir. Yəni o 10 metr ola bilməz axı. Mən sizə 30 saniyə vaxt təklif edə bilərəm dostlar. Məncə 10 metr deyil. İstəyirsinizsə 30 saniyə təklif edeyim, 30 saniyə istifadə edin. Bu Məncə 4-cü birindən mərhələdir. götürməli. Safiyə xanım, həmçini də 30 saniyənin növbəti mərhələlərdə istifadə edə bilərsiniz. İmtina da edə bilərsiniz. Bilirsən Sofiya, bizim onsuz da 3 ortaq bir variantımız var və yəni indiki halda sən nə isə dəyişsən, oradan götürüb ora qoyacaqsan, amma önəmli 30 saniyəni itirmiş olacağıq. Məncə daha önəmli məqamlara saxlamalıyıq o 30 saniyəni. Yəni bu 3 variantdan biri olacaq deyə hiss edirəm, yəni. Yaxşı. Sən necə Yenə də istəyirsən? istəyirsən istifadə etsən, eləyək. Şəhriyar bəy, istifadə eləyəkmi? Siz Mən sizə təklif edə bilərəm dostlar. Vaxtımız çox gedir. Əslində qısa konkret məlumat verməlisiniz. İmtina edirsinizsə, imtina eləyə növbəti mərhələdə istifadə edərsiniz. məncə növbəti mərhələdə istifadə Okey. eləyək. İmtina edildi. Yaxınlaşın pullarınıza. Sən keç 20 İndi ən metrdən azından çox. biləcəyik ki, doğru cavab hardadır. Yəni 10 metrə güvənmirəm sözünüzə. Ona görə az məbləği ona atmışam. Amma get-gedə bizim məbləğ 19 saylarımız olar. azalır. 19 metrədən az olsa, Məncə 21-dir, çünki Rapunzel uzun yəni saçlı 19 bir qız metrədən kimi- az deyəndə yəni 15-10 deyil də, nəsə. Rapunzel filminə baxmısan? Baxmamısan? Ona baxmamışam, mən gözləmədiyim bir dizi film üçün. Bu gün ümumiyyətlə birinci sualdan sonra heç bir suala bəlkə də bilirəm, həyəcanlandı, amma Bəlkə yəni də xatırlayarsan, qəsrdən saçını tullayır ki, oğlan onu xilas eləsin. Yəni qəsrin uzunluğu da bayağı hündürdür. Ona görə də 21 metrdən çox olması mənim ağlıma gəldi. elə düşünürsən. Çünki qəsr 10 metr olmaz, 15 metr olmaz. 19 olmaz. Nə bilim. Yəni indiki halda ən çox variantla ən az variant da ola bilər. 10.000 manat. Bu mərhələni keçək, söz verirəm. O bir mərhələdə sən nə desən eləyəcəyik. Ən azından yarısına Əsas qədər. odur ki, Tural, siz düşünürsünüz ki, bu 15 metr olmalıdır. Mən düşünürəm ki, bu uşaqların yadında qalsın deyər bu əgər Məntiq cəhətdən. yəni məntiqi cəhətdən konkret bir rəqəm olmalı idi. Mənə elə gəlir. Əgər bu yəqin hansısa bir cizgi filmidir, əgər bu nağıl əsasındadırsa, amma bu cizgi filmdir də, nağıl əsasında olanda uşaqlar üçün konkret rəqəm məncə daha Heyecanlandım bax indi. 4də 3 şansdır da, yəni Məncə 30 saniyəmizdən istifadə edə bilərək ən çox 20. Bu qədər şanssız olmarıq da, yəni 4-dən 3-ə edirəm? bu qədər şanssız olmarıq. 21-dir. Mən xahiş edirəm, əgər bütün texniki heyətdən əgər A variantı sizə 15 getdi. Deyəcəm ki, birinci A variantı. dəstək olan. 10.000 manatınız 15 metrlə hündürlükdən düşdü aşağı. Amma Hal-hazırda 10 Saçımız da metrimiz uzun cavabımızda 75 manat pul var və 21 metrdən çox cavabında isə 10.000 manat pulumuz var. 19 metrdən az isə heç istifadə olunmayıb. Tural, sən ağlıma bir sənə gəldi. Məntiqi cəhətdən bizi cavablarda aldada da bilərlər. Ən yüksək hər rəqəmi qoyub. Məncə 19 da ola bilər, 10 da ola bilər. Yəni 19 metrdən az Çünki biz bir rəqəm aldanıb kimi 21-i deyil. seçə bilərik də və seçmişik də. Nə bilim. Çox məlumatsızam deyə Normal bir şeydir. Biz Çox da Rapunzel'in məlumat saçlarını verə niyə bilmirəm bu hesablamalıyıq? Biz axı Rapunzel'in saçının uzunluğu lazım deyil idi. Muzeylər də məncə daha çox çətin olacaqdı. Baxmaq istəmirəm. Baxmaq istəmirəm. Amma yaxın gəlib dayanmaz pulların yanında. Qaydalara uyğun ol. Siz də Tural bəy, zəhmət olmasın. Burada artıq pul yoxdur. Ümidinizi kəsin. 10 metr çıxmağını istəməzdim. 10 metr çıxmağını istəməzdim. 7500-ünüzdə getdi. Qaldı cəmsi 10.000 manat. Məncə enerjini indi istifadə elə. Məncə əsl vaxtı da o enerjini istifadə eləmək. Bilirsən,
Məncə elə mən dediyimdir. Yəni 19 ki, metrdən aldada azdır. bilərlər. Yəni 19 metrdən az rəqəm biraz məntiqsizdir. 20 metrdən çox ola bilər, amma 19 metrdən az niyə olsun ki saç? Açılma. Bu oyunda açılma, gələn oyun açıla bilərsən. Ən azından Heç 4 olmasa bir- mərhələ hə. gələcəyini düşünürdüm. Bəli, Disneyin 10-cu şəhzadəsi Rapunzel 21 metrdən çox uzun idi onun saçları. Sizi təbrik edirəm. Çox sağ olun. Biz 5-ci mərhələyə keçdik. Amma mənə yazsaydın, hamısını bura yığa bilərdik. Bəli, çox. Sən haqlısan. Yəni yenə öz məntiqimizlə davam edək, amma bu dəfə şansımız Ay, çox həyecanlıyım. çox azdır, yəni. Biz 5-ci mərhələdəyik. 5-ci mərhələ artıq 3 cavab versiyasından ibarətdir. 3 cavab cavab versiyasında, versiyası. bəli. Artıq 3 cavab versiyasıdır. Cəmisi bir cavab lüku boş qalacaq. Çox üzr istəyirəm, bir kiçik bir düzəliş eləməliyəm. Belə daha yaxşıdır. Siz cəmisi 2 cavab lükundan istifadə edə biləcək. Biri boş qalacaq, Tural bəy. Diqqət, 5-ci mərhələnin mövzuları gəlir. Yazıçılar, şəlalələr. Sən seç bu dəfə. Şəlalələr haqqında o qədər məlumatım yoxdur. Yazıçılardan bir balaca məlumatım var. Şəlalərdən məndə var. Amma Azərbaycan daxilidir. Hə, onda məncə gəl yazıçıları seçək. Məncə də. Ən azından şansımızı elə yoxlayaq. Yazıçılar. Təsdiqləndi. Diqqət, cavablar. A variantı Fəxrəddin. B variantı Atabəy Məhəmməd. Və nəhayət C variantı Qızıl Arslan. Diqqət, Atabəy Məhəmməd Sual. Qızıl Arslan. Məmməd Səid Ordubadinin Qılınc və Qələm əsərində qələm Nizami Gəncəvidir. Bəs Qılınc obrazı kimdir? Vaxt getdi. Qələm Nizami Gəncəvidir. Bəs Qılınc obrazı kimdir? Vaxtınız gedir. Yəni Atabəylər Məmməd Səid Ordubadinin dövründə bəlkə də yox idi, amma Fəxrəddinlə Qızıl Arslan arasında qalmışam. Sən hansını seçirsən o metlə? Bu dəfə sənlik. Bəlkə birini Fəxrəddinə, bizim Qızıl Arslana qoyaq. Məncə də. Yəni Atabəy Məhəmməd eşitməmişəm. Qızıl Arslan daha uyğun gəlir mənə. 6-cı isim. Atabəy Məhəmməd eşitməmişəm. Yəni Bəs Qılınc Məmməd Səid Ordubadi. Məmməd Səid Ordubadi Qılınc Məmməd. Onu qaytara qoyaq. Yox, gözlə bir dənə. Belə. 30 saniyəmiz onsuz da var elə. Bir dənə də düşünərik. Otuz saniyəni götürə də bilərsiniz, növbəti mərhələyə saxlaya da bilərsiniz. Nə fikirləşirsiniz? Məncə saxlayaq növbəti mərhələyə. Əmin- Hər dəfə deyirik, bu bizə düşür deyəsən, növbəti mərhələ deyə Qalsın. 5-ci mərhələyə Səncə- yaxşımışıq. İmtina edildi, yaxınlaşın pullarınıza. Sən Qızıl Arslanı seçmişdin, mən Fəxrəddini. Bu Fəxrəddinin əvvəli, axırı bir olsaydı, bilərdik hansı Fəxrəddinə gedir. Ona görə mən biraz adı tək qaldığına görə biraz başa çaş-baş qaldım. Mən sualın cavabını bilmirəm. Atabəylər də məncə biraz daha qədim idi deyə düşünürəm ona görə. Atabəy daha qədim. Ad olaraq. Əslində Fəxrəddin adı gələndə fikirləşdim ki, bəlkə Nəcəf bəy Vəzirovun Müsibət Fəxrəddin əsərinin baş qəhrəmanını soruşacaqsınız. O qədər sevinmişdim ki. Məmməd Səid Ordubadi. Məncə bu cavab daha uyğun gəlir mənə. Hiss edirəm. Qızıl Arslan? Hə. Məncə də. Məncə də uyğun gəlir. B variantı uyğun gəlməsin əsas. O birlər uyğun gəlməyində problem yoxdur. Qızıl Arslan. Əzəmətli addır. Məncə qılınc obrazına da elə adı yaraşır. Amma biz ən azından mərhələnin 8 mərhələnin 4-ünü keçmişik. Bu mənim beynimdə tutduğum bir şeydir. Hal-hazırda 5-ci mərhələdə. 5-ci mərhələdəyik. Bu özü də böyük bir nailiyyətdir. Və Sofiya xanımın sayəsində. Mən səmimi deyirəm.
həm filləri tapdı, həm bizim cizgi filminin İsrabını tapdı. Amma yox, səndə çox böyük rolun var. Əslində hər ikiniz bərabər Aynen. gedirsiniz. Komanda oyunu var. Sinirəm ki, bir Eyni, komanda hə. oyunu var. Var. Bir komanda oyunu var. Bir mübarizə var, əsas odur. Əsas bu sualdır. İnanın şəhərlər var. Bu dəqiqə daha çox məbləğ qazanmaqdan çox biraz mərhələ adlamaq, Azar Eynən. sona hə, Hə. daha çox O daha çox sevindirir mərhələmə adamı. keçmək insanı daha çox belə maraq cəlb eləyir. Qızıl Ars. 5000 manat itirildi. Yerdə qaldı Fəxrəddin cavabı və Atabəy Məhəmməd. Gəl Sofiya, gəl bura. Bax bütün enerjini bura köklə. Aha. Atabəy Məhəmməd. Bilirsən mən niyə Fəxrəddin düşünürəm? Çünki deyir ki, qələm Nizami Gəncəvi bəs qılınc obrazı kimdir? Təbii ki, qılınc obrazı da Mənim variantım Fəxrəddindir. Sənin variantın Qızıl Aslan idi. Heyf ki, o da. Məncə qızıl deməklə bizi biraz Eynən. yayındırmışlar kimi gəlir. Əzəmətli görsənirdi ya adı. Qılınc obrazında onu Atabəy deməklə gəl ki, daha çox xüsusi bir ünvandır deyə o da bizi yanılda bilərlər, amma Fəxrəddin çox sadə görsənir. Tək görsənir. İstədim onun yanında olum. O bizim yanımızda olacaqmı? Məsələ odur. Açılma. Kaş hər şey biz deyən kimi 5-ci olsaydı. mərhələdəyik, hə? 5. Bəlkə də son mərhələdəyik. Yox. Son deyil. Dilimiz ağzımızda qurudu. İçimdə bir uduzmaq hissi var. Bəli, doğru cavab Fəxrəddin 5000 manatla biz 6-cı mərhələyə keçirik. Altıncı mərhələ 3 cavab versəsindən ibarətdir. Bir cavab bloku boş qalır. Diqqət. Mövzular. Fobiyalar, sərkərdələr. Fobiyalar çıxsa orada hansı fobiyanın hansı adı var falan məncə biraz elmi olacaq. Elmi olaraq, hə, çıxacaq. Sərkərdələrdən heç olmasa bəzi kinolara baxmışıq, izləmişik. Tarixdə bir balaca da olsa məlumatımız var. Sərkərdələri seçək məncə. Məncə adlarda uğurluyuq. Mən adlarda olaq bəlkə Hə, sərkərdələrdə. sərkərdələrdə olsun. Təsdiqləndi. Sərkərdələr. Diqqət. Cavablar. A variantı. Qərbi Hun hökmdarı Atilla. B variantı. İkinci Göytürk imperatoru Bilge Xaqan. Və nəhayət C variantı Səlcuq imperatoru Alp Arslan. Görək sualımız nə olacaq? Tanrının qırmancı adlandırılan, dünyanı lərzəyə gətirən bu sərkərdə 47 yaşında burnundan qanaxma səbəbi ilə dünyasını dəyişib. Söhbət kimdən gedir? Vaxt getdi. Başladıq. Sən Bilge Xaqan deyirsən? 50 saniyəmiz var. Məncə hamısını bir xandana qoysaq. Bəncə O gələn səslər əslində mənim ürək döyüntülərimdir. hər ehtimal qoyaq da. Udsaq da budur da. Qoy Atilla'ya qoyaq. Atilla? Əslində üçü də çox önəmlidir. Biri Hun hökmdarıdır. Hətta Çin səddi bunların qarşısını almaq məqsədlə çəkdi. Bunların qarşısını almaq məqsədlə. Əsas məsələ qanaxma səbəbi ilə dünyasını dəyişir. Onu bilə bilmirik də. Mən sizə 30 saniyə təklif edə bilərəm. Sonuncu dəfə. Götürürsünüz, götürmürsünüz. Qoyaq ikisini də Bilge Xaqana. Götürə də bilərsiniz, götürməyə də Məncə bilərsiniz. götürməyək. İmtina olundu. Yaxınlaşın pullarınıza.
Qərbi Hun hökmdarı Atilla'ya 2500 manat. İkinci Göytürk imperatoru Bilgə Xaqana 2500 manat pul qoymusunuz. Səlcuq imperatoru Alparslan'a isə pul qoyulmayıb. Çox önəmli bir mərhələdəyik məncə. Çox önəmli mərhələdir. 6-cı mərhələyə gələcəyimiz ağlımıza gəlmirdi. Bunlardan gəlməyimiz çox hansı sizin fikrinizcə daha doğru cavabdır? Düşündüyüm qədərilə B variantı daha uyğundur. Bilmək olmaz. Görək cavab lükları bizə nə deyir? Sən hansı variantı düşünürsən? Mən düşünürəm ki, Səncə bu mərhələ hansı keçə biləcək? cavablar səhvdirsə onu bir yerdə açsınlar. Biz də o qədər həyəcan keçirməyək. Əsas panik atak Tutmadı tutmadı. səni, yaxşı. Bu həyəcandan Məndə də var əslində idi əslində. Bilgə Xaqan deyilmiş. Bilgə Xaqan. Ya Alparslandı ya da Atilla. Dostlar bir dəstəkləyək. sənə bir şey Sofiya, sənə bir şey etiraf edeyim. Mənim əslində beynimdə 2 variant var idi. O variantın biri Alparslan idi, biri Atilla idi. Bəs niyə? Sən ora bir variantı sən seçdin deyə mən daha heç nə demədim. Amma əslində beynimdə Qarışıma tutduğum alar. rəqəm hər Əgər ikisindən sən- biri idi. Əgər sənin şübhələndiyin bir variant var idisə, onlara qoyardım. Mən onsuz da bilmirdim. Bir də bir məsələ, önəmli bir məsələ var. Səlcuq imperatorluğu əslində Səlcuq imperatorluğu böyük bir imperatorluq idi, amma Hun imperiyası daha çox dünyanı lərzəyə gətirmiş deyə düşünürəm. Yəni ona görə mənə elə gəlir ki, yəni mənim əgər tarix müəllimim indi bilmirəm, məni izləyəndə mənim tezəki vaxtında bunu sənə demişdim Tural. Mənə elə gəlir ki, Hun imperiyası, yəni çünki hətta Çin səddini belə Hunlardan qorunmaq üçün inşa etmişlər. Yəni bu dünyanı lərzəyə gətirdiyini bilirəm, yəni bildiyim bir imperiyadır. Ona görə düşünürəm ki, Səlcuqlardan Hun imperiyası daha çox lərzəyə gətirmişdi. Ona görə düşünürəm ki, bu A variantı. Atilla'dır. Amma ikinci variantım Alparslan idi. Sofiyada bir xasiyyət var. Pulu qoyur, bitəndən sonra deyir ki, mən oxumuşdum ki, mən oxumuşdum ki, sən demə buymuş. Mən deyirəm, Safiyə xanım, indi nə Bəli. oxumusunuz? Yox, bu haqda heç nə. Oxumuşam, sadəcə Yaxşı, xatırlamıram. Fikirləşirsiniz ki, hansı cavab lüku açılacaq məntiqlə? Yəni pulunuz orada deyil. Hissiyyat deyə. olaraq. Hə. Hissiyyat olaraq düşünürəm ki, pulumuz hələ də bizdə qalacaq. Sizi təbrik edirəm. Biz 7-ci mərhələyə keçirik dostlar. Hissiyatım güclüymüş adımın. 100 bindən qalan 2500 manatla bu gözəl komanda 7-ci mərhələyə qədər gəlib çatıb. Çox böyük bir yol gəliblər və bu yolda da çox şeylər öyrəniblər. bəli. Həmçinin sizinlə bir yerdə mən də öyrənirəm hər oyunda. Keçirəm 7-ci mərhələnin mövzularına. Fəlsəfə, avtomobillər. Avtomobillər. Əslində mövzunun heç bir fərqi olmazdı. Bizim 2 Əslində, hə. pulumuz qalsaydı, 5 manatımız qalsaydı, yenə 3-dən 2-yə oynaya bilərdik. İndi 3-dən 1-ə İçindən hansı oynayacağıq. mövzunu seçmək gəlir? Məncə avtomobillər daha fəlsəfə ilə bağlı. Nəysə anlayışım var. Fəlsəfə ilə bağlı bir balaca anlayışım var. Avtomobillərlə bağlı, avtomobillərin əgər düşünürəm ki, yaranma tarixləri falan olsa, çox ilişə bilərik orada. Onu istəyirsən, hə. Fəlsəfə yenə dəqiq tarixdən çox ümumi bəşəri bir şey olacağına görə, yenə də amma qərarı sən ver. Fəlsəfə. Sənə Sən güvənirəm. qərarını ver. Fəlsəfə. Fəlsəfə olsun. Fəlsəfə. Təsdiqləndi. Diqqət cavablar. A variantı tantrizm. B variantı satyagraha. Və nəhayət C variantı şaktizm. Diqqət sual. Mahatma Gandhi özündə şiddət ihtiva etməyən müqavimətlə bağlı fəlsəfi cərəyanın qabaqcıl nümayəndəsi idi. Bu fəlsəfi cərəyanı necə adlanır?
Vaxt getdi. Mahatma Gandhi. Gandhini oxumuşam. Hindistanın inqilabçılarından biri olub. Bilib. Oxumuşam, həyatını İdarəçilərdən bilirəm, amma biri bunu olub. bilmirəm. Hindistanlılar üçün böyük bir qəhrəmandır. Çox böyük bir Hindistanlıları qəhrəman. nəzərə Yazın. alaraq Satyagraha sözü daha Hindistanlılara uyğundur. Sanki Şiddət ehtiva etməyən müqavimətlə bağlı fəlsəfi bir cərəyan olub. Onun adı necədir? Tantrizm, Satyagraha, Shaktizm. Qoy B variantına düşünək. Məncə B variantına qoy, sonra düşünək. Satyagraha. Mahatma Gandhinin həyatından düşsəydi. Onu oxumuş biriyəm. Niyə tantrizm yox? Shaktizm yox? Satyagraha? Niyə? Çünki Hindistanla bağlıdır deyə düşünərək Satyagraha sözü daha Hindistanlılara uyğundur. Sizi dəvət edirəm cavab Lükunun yanına. Siz 7-ci mərhələdəsiniz dostlar. Sofiya, səninlə oynamaq çox xoş idi. Bura qədər gələcəyimi düşünürdüm. Eynən. Təşəkkür edirəm gözəl oyuna görə. Eynən. Mən də təşəkkür edirəm. Bu yaxınlarda kitabxanada Mahatma Gandhinin həyatını gördüm, oturdum, oxudum. Amma onun həyatı idi. Yəni yaratdığı cəryanlar deyildi. Onun azadlıq hərəkatına başlaması, insanlarla bağlı gördüyü iş və sonda onun insanları salamlamaq üçün, onlara danışmaq çıxan yerdə öldürülməsi. Hisslərin nə deyir? İşlərim səninlə aşağı-yuxarı eyni fikirdədir. B variantını görəndə bildim nəsə şərqlə bağlı, Hindistanla bağlı bir şey olacağını təxmin eləmişdim. İndi qaldı doğru cavabı Kaş ki sual belə olardı ki, məsələn, dəqiqləşdirmək. tantrizm cəryanını kim yaradı? Oy, uçdum. Bu tantrizm Onu deyil. gözləmirdik, xahiş edirəm. Bizə xəbərdarlıq edin. Satyagraha və Shaktizm. Pulu belə götürür. Bu cərəyanlardan hansı doğrudur? Shaktizm də ola bilər. Bizim də ola bilər bəli. Amma Satyagraha. Satyagrahadır məncə. Yəni Satyagraha. 6-cı hisslərimdə Shaktizm. çox yanılmıram. Ümid edirəm burada da yanılmayacaq. Ya mən bu mərhələdən keçsəm şokdayam onsuz da. Yəni bura qədər gəldiyimi də heç vaxt düşünməmişdim. Yəni 7-ci mərhələnin artıq sualı avtomobillərdə olsaydı düşünmürəm asan bir sual olacaqdı. Asan Mən də olmayacaq. kifayət qədər çətin bir şey olacaqdı. Amma yəni indiki halda nə bilim, yəni 7-ci mərhələnin sualına görə məncə Hər an çox açılacaq deyə qorxuram. gözəl bir sualdır. Ən azından bir şey öyrənmiş olacağıq. Eynən. Shaktizm. Və o gedib o cəryanı araşdıracaq. Məğlub olan kimi ilk işimiz. Yes! Bəli, biz finala keçirik, dəyərli dostlar. Təbrik edirəm. Finalda biz 2-nin 1-ə, yəni 2-nin 1-ə şansımız var. Artıq 2 cavab lükumuz var və o deməkdir ki Biz finaldayıq. əlləryəyik, yəni. Sonuncu mövzulara keçirəm. Sonuncu mövzuları təklif eləyirəm. Diqqət. Adlar bilirsinizmi? Bilirsinizmi? Yəni bilirsinizmi? Nə isə ola bilər. Nə Bu bilirsinizmi məsələn, nəyi? Yəni bilirsinizmi? Məncə 8-ci sualda həqiqətən özümüzə sual verək ki, bilirikmi? Ona görə bilirsinizmi olsun. Hə. Bilirsinizmi? Təsdiqləndi. Diqqət, cavablar. A variantı Efes. B variantı İzmir. Maraqlıdır. Aha. Diqqət. Finaldır. Sual belədir. Qədim Yunan şəhəri Smirna hazırda hansı türk şəhəridir? Yunan, İzmir. Vaxt getdi. Şəhər İzmirdədir. Və dünyanın möcüzələrindən biri də İzmirdədir. Amma ora həm də Efes adlanır. Yəni o qədər çaşdırıcı bir sualdır ki. Yəni o qədər çaşdırıcı bir sualdır ki, orada Efes deyilən, yəni İzmirə gedib hamı Efesə gedir. O dünya möcüzəsini görməyə gedir və mən də orada olmağı çox istəyirəm. Amma çaşdırıcı sualdır ki, o Efes İzmir şəhərində yerləşir.
Amma o Efes özü qəsəbədirmi? Burada prosta Türk şəhər. şəhəridir. Türk Smirna Türk hazırda şəhəridir. hansı türk şəhəridir? Şəhər olaraq Efes şəhəri yoxdur Türkiyədə. Onda Türkiyə olaraq İzmir. O İzmirdir. Amma İzmirin içərisində Efes deyilən bir yer var. O İzmirdən təxmini 2 saatlıq, saat yarımlıq məsafədədir. Oranın adı Efes şəhər olaraq qeydiyyatdan keçirmi, keçmir? Bax onu bilmirəm. Qədim Yunan şəhəri olan Smirna hazırda hansı Türk şəhəridir? Yəni İzmirdədir, İzmirdədir. Amma orada həm də Efes də var. İzmirə niyə? Yəni sual çox çaşdırıcıdır. Yəni ora desəydilər ki, İstanbul, İzmir, mənim üçün sual aydın. Prosta o qədər çaşdırıcı sualdır ki, biz insanlar ora Efes deyə müraciət edir. Amma o mən Amma sual bildiyimə görə çaşdırıcı da İzmir ola bilər. şəhərinin tərkibindədir. Yəni ora bir antik bir yer kimi İzmir şəhərinin daxilindədir. Amma sual o qədər çaşdırıcıdır ki, Yaxınlaşın yəni pullarınızı. bu sualda yanına. uduzmaq istəməzdim. Bu sualda uduzmaq istəməzdim. Sizə uğurlar arzulaya bilərəm yalnız. Yəni bu sualda uzmaq istəməzdim də Sofiya, çünki Efesi görmək istəyənlər bu dünyanın 7 möcüzəsindən biridir. Mütləq İzmirə gedirlər və İzmirdən orada da müəyyən 45 dəqiqə, 1 saatlıq məsafədə yerləşir. Həmin yer Efes adlanır. Çünki Amma hansı Türk şəhəri? yəni amma o Efes məmləkət şəhər olaraq deyil, o İzmir olaraq bilinir. Yəni İzmir. Efes sadəcə olaraq qədim adı olaraq deyilir ki, məsələn bura Efesdir. İzmirə. Yox, İzmirə yox. İzmirdə elə bir ki, Efesə gələn, yəni o dünya möcüzəsini görmək üçün bir yerdir və ora Efes adlanır. Amma mən bilən ora şəhər olaraq adlanmır və bu İzmirin tərkibindədir, İzmir şəhərinin tərkibindədir deyə kimi gəlir. Çünki biz Türkiyədə məsələn Efes şəhəri yoxdur. Məsələn, əgər hərfi mənadan gedirsə Efes şəhəri, İstanbul, Ankara, İzmir, Efes yoxdur yəni. Efes sadəcə o məkanın adıdır və o da toplam İzmirin ərazisindədir. Bilmədiyim bir sual olsaydı 50-50 şansa məsələn bu məbləği qoyardım, rahat kənarda gözləyərdim. Amma indiki halda qoyulan ki, bu çaşdırıcı sual ki, çaşdırıcıdır və aşağı-yuxarı bildiyim bir şeydir. Və mən ona görə ən çox heyfslənərəm ki, çünki mən tarixi yerləri sevirəm, amma Efesdə olmaq mənə qismət olmayıb. Mən Petra məbədində olmuşam, İordaniyada çox möhtəşəm bir dayaqların arası ilə 1-2 saat yol gedirsən, çox möhtəşəmdir. Misirdə ehramlarda olmuşam. Çox gözəldir. Gəlin baxa görək hansı doğru cavabdır. Mən baxa bilmirəm. Baxmasaq olar. Belə Yox, ikiniz də. Tural, gəl yanıma. Gəl bura. Bura qədər gəlmişik. Həyatda da bilmək olmaz. Əslində uduzmağı da bacarmaq lazımdır. Əslində siz uduzmamısınız, siz finalçısılardıq. Burada uduzmaq istəməzdim. Ona görə demişdim ki, Sofiya, Tek əvvəldə uduzaq. udasınız. Yəni mənim istədiyim odur. Amma seçimi siz edirsiniz, biz yox. Qədim Yunan şəhəri hazırda hansı türk şəhəridir? Hazırda Hazırsa İzmirdir. Amma Efes orada olduğunu bilirəm yəni. Getmək istədiyim bir yerdir, görmək istədiyim bir dünya möcüzəsidir. getmə. Ayda. Panik atak indi gəldi. Çünki bundan sonraki mərhələ yoxdur. İndi artıq sondayıq da. Ayda 2 qalsaydı məbləğlərdən bölüşdürə bilərdik. Hə, ona da icazə verməyəcəklər. Yəni deyirəm, bilmədiyim bir sual olardı. Kaş ki bu qədər həyəcan keçirməzdim. Şəhriyar, təşəkkür edirəm. Amma redaktorların o qədər bizi çaşdıracağı bir məbləğ idi. Yəni çaşdıracağı bir sual idi ki, mən Bu pul özünüzə sinə gedir. düşündüm ki biz yəni yəqin ki mən düşündüyüm kimi idi. Efes İzmirdə yerləşir və mən nə bilim, çünki Efes, yəni bildiyim bir şeydə uduzmaq mənim çox pis təsir eləyərdi mənə də orada. Möhtəşəm idiniz dostlar. Çox sağ olun. Mən sizə alqışlarla Çox sağ olun təbrik dostlar. edirəm. Təşəkkür edirəm. Çox möhtəşəm idiniz. Bir sözlə siz finalçısınız. Çox sağ olun. Uğurlarınız bol olsun. Sofiya, təşəkkür edirəm. Möhtəşəm Düşən Pullar oyununda sözün əsl mənasında bugün qaliblər çıxdı. Sizə həyatda da uğurlar arzulayıram. 2500 manat sizin pulunuzdur. Təşəkkür edirəm. Sonunda fikirlərinizi almaq istəyirəm. İnanıram bu dəfə danışacaqsınız. Bəli, bu dəfə artıq səsim yüksək gələcək. Çox möhtəşəm bir belə şeydir. Çox həyəcanlandım. Çox şeylər öyrəndim sayənizdə və indi çox həyəcanlıyam.
Sənə də çox sağ ol deyirəm Tural. Mənə çox kömək oldun Tural, cavablarda. kövrəlmə. Bilirəm, Sonuncu qalibiyyəti sevirsən. Bura qədər gələcəyimi, qalibiyyətim sənin üçündür. bütün verilişlərə baxmışam. Bura qədər gələcəyimi heç təsəvvür eləmirdim. Qalib gələcəyim ümumiyyətlə ağlımda belə bir şey yox idi ki, yəni qalib gələcəm. Amma son mərhələdəki, yəni o sualım çox çaşdırıcı bir sual idi. Yəni udursaydım çox pis olardım. Məncə möhtəşəm bir verilişdi. Aynən. Mən özümü burada bir daha kəşf elədim. Təşəkkür edirəm sizə dostlar. Təbrik edirəm sizə. Sizə təşəkkür edirəm. Düşən pulların finalistləri. Görüşərik. Uğurlarınız bol Çox sağ olsun, olun. yolunuz açıq olsun. Sağ olun. Sağ olun. Kaş ki hər verilişdə bu emosiyalarla, iştirakçılarla ayrılaq. Finalçılarla ayrılaq. Dostlar, gələn həftə də bəlkə finalçılarımız oldu, bilmirəm. Əgər baxsaz, mütləq biləcəksiniz. Hələlik!